Nun və ya Əl-Qələm surəsi 52 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Nun, and olsun qələmə və mələklərin yazdıqlarına ki, sən, ya Rəsulum, Rəbbinin neyməti sayəsində divanə deyilsən və həqiqətən səni tükənmək bilməyən mükafat gözləyir. Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən. Tezliklə hansınızın divanə olduğunu sən də görəcəksən onlar da. Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl tanıyandır. Elə isə Allahın ayələrini yalan sayanlara itayət etmə. Müşriklər istərdilər ki, sən onlara yumuşaqlıq göstərəsən, onlar da sənə yumuşaqlıq göstərsinlər. Ya Peyğəmbər, yalan yerə hər and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə, xeyrə mane olana, zülm etməkdə həddi aşana, günaha batana, daş ürəkliyə, anlamaza və eyni zamanda əsli nəsəbi bilinməyən haramzadıya, o, mal-dövlət, oğul-uşaq sahibi olsa belə itayət etmə. Ayələrimiz ona oxunduğu zaman, o, qədimlərin əfsanələridir, dedi. Biz tezliklə onun burnuna damğa basacağıq. Biz vaxtilə o bağ sahiblərini imtihana çəkdiyimiz kimi, bunları da imtihana çəkdik. O vaxt o bağ sahibləri səhər açılanda, onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər və heç bir istisna yeri də qoymamışdılar. Onlar yuxudaykən sənin Rəbbindən o bağa bir bəla gəldi və o yanıb qapqara qaraldı. Onlar səhər qalxıb bir-birini belə səslədilər. Əgər məhsul yığacaqsınızsa, bağınıza tez gedin. Nəhayət yola düşdülər. Yol boyu bir-birinə xəlvətcə belə deyirdilər. Elə edin ki, bugün orada yanınıza heç bir yoxsul soxulmasın. Onlar gücləri yetdiyi halda, yoxsulları yardımdan məhrum etməkdən ötürü sübh tezdən yola düzəldilər. Bağı bu vəziyyətdə gördükdə dedilər, yəqin ki, yolumuzu azmışıq. Xeyr, biz məhrum olmuşuq. Onların ən ağıllısı dedi, məyər mən sizə Allahı həmd səna ilə təqdis etməli olduğunuzu demədimmi? Onlar, Rəbbimiz pakdır, müqəddəsdir, həqiqətən biz zalım idik, dedilər. Onlar bir-birini danlamağa başladılar və dedilər, vay halımıza, biz azğınlıq edirdik. Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən bizi bağışlamasını diləyirik. Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər. Həqiqətən Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında nəim cənnətləri gözləyir. Məyər biz müsəlmanları kafirlərlə eyni mi tutacağıq? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz? Yoxsa bir kitabınız vardır ki, bunları orada oxuyursunuz? Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır. Və ya hökm edib istədiklərinizin sizin olacağına dair bizdən qiyamət gününədək davam edəcək əhd almısınız? Onlardan soruş ki, hansı biri buna zamindir? Yoxsa onların şərikləri vardır? Əgər doğru deyillərsə, qoy şəriklərini gətirsinlər. İş çətinləşəcəyi və səcdəyə dəvət olunacaqları gün onlar qadir olmayacaqlar. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar sağlam olduqları ikən səcdəyə dəvət olunurdular. Ya Peyğəmbər, artıq bu kəlamı, Qur'anı yalan sayanları mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik. Onlara möhlət verərəm. Həqiqətən mənim əzabım dözülməz dərəcədə şiddətlidir. Yoxsa sən onlardan ücrət istəyirsən və onlar ağır borc yükü altında qalıblar. Yoxsa qeyb yanlarındadır və onlar yazırlar. Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi Yunis kimi olma. O zaman o, qəm-kədər içində boğularaq Rəbbinə dua etmişdi. Əgər Rəbbindən ona bir mərhəmət yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə atılacaqdı. Amma sonra Rəbbi onu seçdi və salihlərdən, peyğəmbərlərdən etdi. Həqiqətən kafirlər Qur'anı eşitdikləri zaman həsədlərindən və qəzəblərindən dolayı az qala səni gözləri ilə yiyələr. Onlar, o divanədir deyirlər. Halbuki bu, Qur'an
aləmlərə ancaq bir öyüd nəsiyyətdir.